Bəylər Eyyubovun qardaşı oğlu Ruslan azadlığa çıxıb. O cəmi 2 gün həbsdə qaldı. Bu həbs şou idi. Sadəcə bu oyunun qurbanı kiçik balaca vəzifəli şəxslər oyunun qurbanı oldu. Bu bir oyun uydu. Buna inanan qoyun uydu. O balaca adamlar hələ də həbsdə qalır. Deməli, dəniz limanında, şirkətlərdə, gömrüklərdə tutulan o adamlar hələ də həbsdə qalır. O heç, balaca adamlara olan balacaya, zaten girən balacaya girir. Amma Ruslanı 2 gün saxladılar, buraxdılar. Robert'i də bildiyim qədərlə buraxıblar. Dalına baxaq. Bəylər Eyyubovun qardaşı oğlu Ruslan azadlığa çıxıb. O cəmi 2 gün həbsdə qaldı. Bu həbs şou idi. Sadəcə bu oyunun qurbanı kiçik vəzifəli şəxslər oldu. Onlar hələ də həbsdədir. Bu həbs ona görə şou idi ki, ABŞ səfirliyi, birinci, burada 2 məsələ var, güclü. Birinci, ABŞ səfirliyi Azərbaycandan istihbarat istəyib, məlumat istəyib. Sorğu göndərib Azərbaycana, cavab istəyib ABŞ. Sorğuda bildirilir ki, İranda, Əfqanistanda narko tacirlərin, narkotik biznesinə rəhbərlik edən şəxslərin telefon danışıqları dinlənilib, Amerikadan dinlənilib. Və telefon danışıqlarında bəylərin qohumlarının, bu adları çəkilən adamların, həmin şəxslərin danışıqları, nömrələri, danışıqları qeydə alınırdı. Ona yəni İran düşməndir, ola İran düşməndir, Əfqanistan da heç dost deyil. Sənin İranı ayaqda saxlamaq üçün ən böyük Avropaya, Rusiyaya, dünyaya İranın narkotikini gəmilərlə daşıyan dəniz gömrüyü zaten sən adamlarındır. Sən adamların danışıqları çıxıb ortaya. İlham Əliyevdən hesabat istəyiblər. Ona görə sigaret, qaçaq malçılığa görə güya Ruslanı tutdular. 5 milyon qaçaq malçılığa görə adam tuturlar. 32 milyard qaçırdı Vasif Talıbov. Niyə tutmadı?